Tan. Övladını komanda yoldaşlarının yanında saxlayır, onlara təhvil verir və gəlir o anı yaşamağa. Geri sayım başladı. Və Azərbaycan Kuboku, Bizon Azərbaycan Kuboku'nun qalibi Sabah komandası. Qızıl Dubul Sabah'tan geldi. Təbriklər Sabah ailəsi. Möhtəşəm keçən mövsümün yekununda Sabah 2 titulu birdən qazandı. Həm ölkə çempionu, həm ölkə kubokunun qalibi oldular. Şərhsiz, əlavə şərhə ehtiyac olmadan Sabah futbolçularının bu sevincini gəlin birlikdə izləyək. Bəli, bu möhtəşəm sevinç Sabah tərəfində. Bir daha Sabah tərəfini təbrik edirik, zirə tərəfinə keçmiş olsun. Ve biz de Sibsi Sport komandası olarak Bizon Azərbaycan Kubokunun sonuncu, bu mövsümün sonuncu yayımını etdik. Bütün həmkarlarıma, bütün değerli əməkdaşlarımıza Sibsi Sportda əziyyəti olan büyük bir komanda var. Görünmeyen qəhrəmanlar var. Onlara öz təşəkkürümü bildirirəm. Bizim işimizi qiymətləndirən, bizim işimize değer veren değerli Sibsi Sport tamaşaçılarının qarşısında elə Sibsi Sport şərhçisi olaraq baş əyirəm. Təbii ki, bəzən tənqidlər də olur. Yayımın əvvəlində də qeyd etdim. Bu texnikada insan faktoru var, səhvlər qaçılmaz, amma bu işin içində olan biri olaraq deyə bilərəm ki, görünməyən o qədər böyük işlər var ki, və həmin görünməyən o böyük işləri bizim görünməz qəhrəmanlarımız edirlər. Və yekunda bu cür gözəl görüntülər alınır, bu cür gözəl görüntülər sizə təqdim olunur. Hər bir əməkdaşımıza ayrı-ayrılıqda Sibsi Sportun şərhçisi Mustafa Kemal olaraq dərin minnətdarlığımı bildirirəm. Yayımın rejissoru bugün Elçin Mehbaliyev idi. Yayımın ərsəyə gəlməsində, yaranmasında bugün əziyyət çəkən digər bütün əməkdaşlarımıza kaş ki imkanım olardı. Hər birinə ad-bad qeyd eləyərdim, hər birinə dərin minnətdarlığımı bildirirəm. Və bu gözəl, bu xoş görüntülərlə, bu xoş notlarla sizi baş-başa bırakıram. Növbəti yayımlarda eşidilmək diləyilə. Sağ olun, salamat qalın.